Trivoqa ilə bizə şey deyir ki, ay doktor, məndən qarşı vaxıntı gəlir, belə laxta kimi bir şey düşdü. Nə də telefonda zalım mənə demiş ki, doktor, məndə əkizlik hamiləlikdir. Mən də qarşı görəndə davamlı, şu dedim, ay Allah, yəqin inkişafdan qalır. Çünki bilirəm ki, pasiyentdə 2 dəfə desə inkişafdan qalma olub, hə? 2 dəfə inkişafdan qalması. Sonra dedim, Allah 100% bu deyil. Telefonda 3-4 nəfər adamla danışmışam. Biri demiş ki, əkizdir. Əkiz olan hamilələr qızlar bir matka içərisində 2-dən 4 hissəsi yerləşir. Bu 4 hissələri bir-birinə toxunur, bir böyüdüysə bir-birinə yerləri dar gəlib. Ona görə arada qəhvəyə, qanın axıntı normaldır. Gəldi uzidə baxdıq, şükür ki, salamatçılıqdır. Hər ki, bəbəmizin ürəyi döyünür. İmzaxtırım qoyacaq, baxacaq. Hər ki, bəbəmiz salamatdır, suyu normal. Hələ ki, baxın, 2 dənə. Biri, baxın, nə geçək görünür, ay Allah. Bu birimiz. Bu da o birisimiz. Gələn də bir qız, bir oğlan var. Nə qəşəng var. Bir qız, bir oğlan var. Çünki ayrı yumurta əkizlərdir. Bir bu da ikincimiz. Kənarında gematoma falan olsa da normaldır. Çünki əkiz hamilədir. Məlum 2 dənə, bir qarında 2 dənə uşaq böyür. Bir-birinə yerlər dar gələ bilər. Siz orada salamatçılıqdır. Rahatladıq siz də. Yaxşı, sən də ağlama.